neçə dəfə toya getmirsən? Kim? Pulla. Toya neçə dəfə? Heç vaxt. Mən çıxırdım, axşamlar restoranda oxuyurdum, vaxt vardı, çörək qazanırdım. Sonra gördüm ki, insanlar içib əxlaqsız hərəkətlər eləyirlər. Harda? Restoranda yeyib içmiş adam. Aha. Gətir, mən insan var bura qoyulan pulu qəbul eləyə bilir. Mən onu qəbul eləyə bilmirəm. Niyə? Bilirsiniz nə deməyəcəm? Bugün bizim müğənnilərimiz gedir Rusiyaya. Şabaş həmişə olub. Bakı Yox, bilirəm, mən pisləmirəm. Şabaş həmişə olub. Bu günləri bəzi müğənnilər görməmişdilər. Vallah görməmişsiniz, billah da görməmişsiniz. Vallah sonradan görənlərdənsiniz. Məni qınamayın. Sonradan görmüsünüz. Bir hamının başına pul tökürlər toyda, hamının əlinə pul verirlər toyda. Amma heç kim bunu bəhbəhlə paylaşmır bunu sosial şəbəkələrdə. Bəli. Biz də görmüşük. Valla mən də müğənnilərlə işləmişim. Dollarlar başına töküblər, belə-belə açıblar dolları. Töküblər, amma siz görməmişsiniz. Sonradan görənlərsiz. Bəli. Ayıbdır. Pul hamıya verirlər. Yığışdırın. Yığır əlinə pul. Sonra da götürür saytlara 50 manatdan verir ki, filan kəsi toyda pul yağışına tutdular. Görməmişsiniz, vallah görməmişsiniz.